Mənim dəyərli, sevimli izləyicilərim, mənim həm sənət dostlarıma, həm dünən o məclisdə, o şad gündə, xoş gündə Kəmalə xanımın uşaq sığınacağında iştirak edən hər kəs. Mən sizə bir internat uşağı kimi təşəkkür edirəm. Bütün uşaqların adından. Siz bilin ki, siz cənnəti birbaşa qazandınız. O qızımızın, Səbinə qızımızın Hüseynlə izdivacında bir yerdə yəni ki iştirak elədiniz. Yəni bunun nə qədər yəni dəyərli olduğunu belə deyə Səbinə qədər, orada olan uşaqlar qədər, mən qədər adi sıravi insanlar hiss eləyə bilməz. Çünki o təkliyi yaşamaq və belə deyək bir böyük var onların üzərində. O da Kəmalə xanımdır. Gözəl anadır. Onları böyüdüb boya başa çatdırıb, onları ailə uşaq sahibi eləyir. Buna görə də göydə Allahımıza, yerdə olan Allahımıza, qəlbimizdə olan Allahımıza təşəkkür eləyək. Bir də sizlərə təşəkkür edirəm ki, yaxşı ki, həmin o gecədə siz orada o uşaqlara yaxşı mənada dəstək oldunuz. Buna görə çox sağ olun. Bunu özümə borc bildim. İstədim, ürəyimdən gəldi ki, bir paylaşım eləyim və bütün internat uşaqları adından, öz internat bacı qardaşlarımın da adından hər birinizə təşəkkür eləyirəm.